Ən-Nəbə, Böyük Xəbər surəsi Məkkədə nazil olmuşdur. 40 ayədir. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Ammə yətəsəəlun. Kafirlər bir-birlərindən nə haqqında soruşurlar? Anin-nəbə'il azim. Böyük bir xəbər, qiyamətin gəlməsi, yaxud Qur'anın haqq olması haqqında. Əl-ləzî hum fîhî muxtəlifûn. Elə bir xəbər ki, onun barəsində ixtilafdadılar. Bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şək-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər. Kəllə səya'ləmun. Xeyr, belə deyildir. Onların düşündüyü kimi deyil, tezliklə biləcəklər. Thumma kəllə səya'ləmun. Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. Bu iki ayə böyük xəbəri inkar edənlər üçün bir təhdiddir. Ələm nec'alil arda mihada. Məyər biz yeri rahatlıq beşiyi etmədikmi? Bu ayədən etibarən 16-cı ayəyə qədər böyük xəbərin isbatı üçün 9 dəlil gətirilir. Vəl-cibələ əvtədə. Dağları onun səthində mıxlar etmədikmi? وَخَلَقْنَاكُمْ أَزْوَاجًا. Biz sizləri erkək və dişi olmaqla cüt-cüt yaratdıq. وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا. Yuxunuzu bədəninizin rahatlıq vasitəsi etdik və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik. وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا. Gecəni hər şeyi bürüyən örtük etdik. وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا. Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik. وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا. Sizin başınızın üstündə 7 möhkəm və sabit göy qurduq. وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا. Olduqca parlaq və yandırıcı bir çıraq, günəş yaratdıq. وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا. Buluda təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan yağış, qar və dolu şəklində bolluca axarsu nazil etdik ki, لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا. Onunla dən və bitkiləri torpağın köksündən çıxaraq. وَجَنَّاتٍ أَلْفَافًا. Eləcə də çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar. İnnə yevməl fasli kənə miqatə. Həqiqətən, insanlar arasında hökm etmə və haqla batilin, yaxşı ilə pisin ayrılma günü, ilahinin əzəli elmində və lövh-i məhvuzda yazılana uyğun olaraq vəd olunmuş bir vaxtdır. Hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir.
Bu ayədən etibarən surənin axırınadək böyük xəbərin baş verməsi, bəşər idrakindən yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur. يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا Sura üçüncü dəfə üfürüləcəyi gün, siz qəbirlərdən çıxıb, haqq hesab olunmaq üçün dəstə-dəstə gələcəksiniz. وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا O gün göy açılar və çoxlu sayda mələklərin nazil olması üçün qapılar şəklinə düşər. وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا Dağlar öz yerlərindən hərəkətə gətirilər və məhv olar və nəzərlərdə ilğama dönər. إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا Əlbəttə, cəhənnəm o gün bir pusqudur. Mələklər Sirat körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri cəhənnəmə çəkmək üçün pusqu qurarlar. لِلطَّاغِينَ مَآبًا Üsyankarlar üçün dönüş yeridir. لَابِثِينَ فِيهَا أَحْقَابًا Onlar uzun müddət, əbədiyyətə qədər orada qalacaqlar. لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا Onlar orada nə bir sərinlik, sərin hava və su dadarlar, nə də içəcək. إِلَّا حَمِيمًا وَغَسَّاقًا Qaynar sudan və çirk və qan qarışıq sudan, irindən başqa. جَزَاءً وِفَاقًا Onların dünyadakı əqidə, əxlaq və əməllərinə uyğun cəza olaraq. إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا Həqiqətən onlar haqq hesab gününə heç bir ümid bəsləmirdilər. وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا Və bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təksib edirdilər. وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا Biz hər bir şeyi saymış, Lövh-i Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik. فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا Odur ki, dadın əzabı, biz sizi əzabdan başqa əsla bir şey artırmayacağıq. إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var. حَدَائِقَ وَأَعْنَابًا Hasara alınmış bağlar və üzümlüklər, وَكَوَاعِبَ أَتْرَابًا nar məməli, həmyaşıd qızlar وَكَأْسًا دِهَاقًا və müxtəlif şərablar və şərbətlərlə dolu camlar vardır. لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təksib. Allah və mələklər onları və onlar da bir-birlərini təksib etməzlər. جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا Bu sənin Rəbbinin tərəfindən bir mükafatdır, kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir. رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَنُ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, məhşər əhlinin onun hüzurunda söz deməyə,
müstəqil surətdə şəfaət etməyə, yaxud onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə əsla qadir olmadığı həmin rəhman olan Allahdır. يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَقَالَ صَوَابًا. Ruhun, Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq və mələklərin səf-səf duracağı gün, rəhman olan Allahın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq. Danışan da doğru danışacaq. ذَلِكَ الْيَوْمُ الْحَقُّ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَى رَبِّهِ مَآبًا. O gün haqq olan gündür. Odur ki, kim istəyirsə, elə indidən öz Rəbbinə tərəf bir dönüş yolu tutsun. Elə əqidə və əməllər seçsin ki, ona yetişsin. İnna أنذرناكم عذابا قريبا يوم ينظر المرء ما قدمت يداه ويقول الكافر يا ليتني كنت ترابا. Həqiqətən biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir günlə ki, o gün hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar. Kafir deyər, kaş ki, torpaq olaydım və heç bir məsuliyyətim olmayaydı.